Xəmir yeməklərindən ən çox sevdiyim ətli və tvaroqlu varennik hazırladım. Çox möhtəşəm oldu. Mütləq siz də hazırlayın. Buyurun keçək hazırlanma qaydasına. Bizə lazımdır 7 stakan un, 1 çay qaşığı duz, 1 ədəd yumurta və 1 stakan yarım isti su. Suyumuz mütləq isti olmalıdır. Xəmirimizi yoğururuq. Biraz bərk xəmir olmalıdır. Və dəzgahın üzərinə un əlavə edib, xəmirimizi əlavə edib kündələr hazırlayırıq. Mən 4 ədəd kündə hazırladım. 2 ədədini tvaroqlu eləyəcəm, 2 ədədini də ətli. Və kündəni yayıb, yaydıqdan sonra bu formada kəsirik və içilik olaraq da ətdən əlavə edirik. Ətə sadəcə olaraq duz, istiot və soğan əlavə edib qarışdırdım. Əti əlavə edib eyni qayda ilə bükürük. Eyni bu qayda ilə xəmiri yayıb, kəsik və tvaroqdan əlavə edib bükürük. Sizə onu deyə bilərəm ki, ətlidən ən çox tvaroqlunu bəyəndim. Çox dadlı və möhtəşəm alındı. Mütləq bir dəfə də olsa hazırlamağınızı məsləhət görərəm. Qaynatdığımız suyun içərisinə 1 çay qaşığı duz əlavə edib və içərisinə varennikləri əlavə edirik. Təxmini 10 dəqiqə suda qaynadıb bişiririk. Ən sonda üzərinə kərə yağı əlavə edirik və sarımsaq qatığını da unutmuruq. Mütləq hazırlayın. Çox dadlı və möhtəşəm alındı. Əminəm ki, hazırlasanız çox bəyənəcəksiniz. Hazırlayan hər kəsə nuş olsun. Hələlik.